Değerli dostlar, değerli izləyicilər, öncəliklə hər birinizi salamlayıram. Söz yox ki, mən ümumiyyətlə mənim haqqımda fikir bildirən, kimliyindən asılı olmayaraq heç kimə mən cavab vermirəm. Amma bəzən də haqsızlığa gələ bilmədiyim üçün ona görə istədim ki, buradan video vasitəsilə cavab verim. Niyə? Deyirsiniz ki, mən zəng edib müəyyən insanlara mənim haqqımda fikir söylədiklərinə görə zəng edib öz fikirlərimi onlara söyləyə bilərdim. Amma gördüm ki, bir halda ki, bu efir vasitəsilə yayımlanır. Ona görə bunu özümə bir borc bildim. Öncəliklə Afaq Gəncəli xanım, siz bilirsiniz ki, mənim sənətim və olan hansı bir təhsil ocaqlarında təhsillərim sizə zaten məlumdur. Və bunu bildirim ki, 2016-cı ildə məhz Afaq Gəncəli xanım, siz mənim Kibariyə xanımla böyük konsertimin məhz aparıcısı siz olmuşsunuz. Sizə iradım odur ki, məlum məsələdir, reyting xatirinə siz nələrsə edirsiniz ki, reyting qazanmağınız üçün. Təbii ki, bu kanalın bir növ işi budur ki, reyting qazansın. Ola bilər, mənim o mahnımı reyting xatirinə vermişsiniz, amma sizə bir iradım var ki, siz mənim ən gözəl mahnılarımdan da seçib verə bilərsiniz. Necə ki, Nəfəs mahnım illərlə sevilir, necə ki, havası gəlir, əgər o səpkiyə qalsaq, əgər o səpkidə ifa olunan mahnılar sırasında olsa, nəfəsi verə bilərdiniz, havası gəlir və digər mahnılarımı verə bilərdiniz. Və əgər ki, siz əsas həqiqətən musiqidən, sənətdən söhbət etmək istəyirdinizsə, mənim elə bir balaca muğam parçamdan və yaxud deyin hardadır nəğməmi verə bilərdiniz və oradakı o əyləşən jüriləriniz və yaxud bizim dəyərli ifaçılarımız Hacı Nazim, Mehin və digər o oğlanın da adı yadından çıxdı, unuttum. Hər kimsə. Yəni onlar da müzakirə eləyə bilərdilər orada müəyyən, əgər onların da o ixtiyarı sahibi olsaydılar ki, musiqini o dərinlikdə bilsəydilər, bəli, onların ixtiyarı çatardı ki, məni müzakirə eləsinlər. Amma siz götürmüşsünüz hansısa bir toyda ifa elədiyim və yaxud hansısa bir nəğməni ifa eləmişəm, onu götürmüşsünüz, verirsiniz reyting xatirinizdə ki, bunu müzakirə eləyək. Mən bu sizin bir balaca, yəni bu zəifliyinizi göstərdi. Mən belə başa düşürəm, çünki həqiqətən siz məni tanıyırsınızsa, mənim ən gözəl nəğməmi verə bilərdiniz. Və yaxud başqa bir nəğməmi sağaladım zaten, sizə söylədim. Qaldı ki, əzizim Mehin xanım, mən illərdir sizi tanıyıram, sənətinizə və özünüzə böyük hörmətim var. Əzizim Hacı Nazim, mənim sənə böyük hörmətim var. Çünki sən bilirsən ki, mən hansı səpkidə ifalar edirəm və hansı səpkidə, hansı yerlərdə lazım olan məclislərdə necə gözəl nəğmələr ifa edirəm. Bu da zaten sənə məlumdur. Zaten özün öz dilinlə deyirsən. Digər o qardaşa qaldıqda isə o isə bizim bütün ailə məclislərimizdə necə ki, özü gitara ifaçısıydı, gəlirdi orada ifa edirdi. Mən heç kimin aşılamıram burada, aşağı salmıram. Sadəcə olaraq, müəyyən dərəcədə siz məni tanıyırsınız. Və siz orada elə bir növ Afaq xanıma irad bildirərdiniz və o verilişin prodüserlərinə irad bildirərdiniz ki, Zemfira xanımın bu nəğməsini niyə verirsiniz? Zemfira xanımın filan nəğmələri də var, filan mahnıları da var, filan muğamları da var. Və onları versəydilər, siz müəyyən səpkidə söhbət eləyəcəydiniz. Yəni mən iradımı birbaşa Afaq xanım Gəncəliyə ünvanlayıram və onun o rəhbərliyi elədiyi komandasına ünvanlayıram. Söz yox ki, o mahnıları mən ifa eləyə bilərəm. Bu onu göstərir ki, mən hər növ, hər musiqini ifa eləməyə qadirəm və ifa edirəm. Bu, ola bilər bizim kommersiya baxımından bizim toylarımızda ifa olunan nəğmələrdir. Amma sizi inandırım ki, and olsun Allaha, elə sizlərin özləri belə o mahnıların altında, sədaları altında rəqs eləyirsiniz. Yəni bunu biraz cılışlaşdırmaq, belə bu səpkidə söhbət eləmək heç də doğru deyil, heç sizə yaraşdırmadım. Öncəliklə sizə yaraşdırmadım. Və öncəliklə mənim dostum Hacı Nazimə və Mehin xanıma bildirmək istəyirəm ki, Mehin xanım, yəni siz orada birbaşa Afaq xanımın prodüserlərinə və o verilişin komandasına irad bildirməliydiniz ki, Zemfira xanımın bu ifasını yox, digər ifasını qoyun. Öpürəm sizi, salamat olun. Odur ki, əsas odur ki, mən musiqi təhsilli ifaçıyam və sizin kommentariyalarda, bəzi kommentariyalarda orada
tamaşaçılar, izləyicilər yazır ki, Zemfira xanım Haçanla xanəndə olub. Zemfira xanım xanəndəliyi 2005-ci ildə bitirib. Professional adlı musiqi kollecində və Alim Qasımovun tələbəsidir. Özü pedaqoq kimi 15 il fəaliyyət göstərib və hansı məktəblərdə, musiqi məktəblərində fəaliyyət göstərdiyimi də zaten bir növ tamaşaçılarımız bilir. Afaq xanım, öpürəm sizi. Mən zaten heç kimə heç vaxt cavab verməzdim. Amma bu mənim çox qəlbimə toxundu ki, yəni siz ən azından mənim konsertimin aparıcısı siz olmusunuz. Hansı səpkidə ifalarımı da siz daha gözəlini bilirsiniz. Öpürəm.